Salamlar, 2x Akademiyaya xoş gəlmisən. Bugün YP haqqında şagirdlərdən gələn suallara baxacağıq. Zəhmət olmasa özünü təqdim et. Salam, mən Yaqub Rzayev. 2024-cü ildə keçirilən qəbul imtahanlarının ümumilikdə 687.1 bal toplayaraq ADO Universitetinin Hüquq fakültəsinə qəbul olmuşam. Hazırda isə 1-ci kursda təhsil alıram. Mən Məhərrəmova Nigar. 2024-cü ildə Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilmiş qəbul imtahanlarında 690.8 bal toplayaraq ADO Universitetinin Hüquq Şahsı fakültəsinə qəbul olmuşam. Hal-hazırda YP proqramında təhsil alıram. İndi isə şagirdlərdən gələn sualları cavablandıraq. YP nədir və kimlər üçün nəzərdə tutulub? Qəbul prosesi necə keçdi? Deməli, EAP sözünün açılışı English for Academic and Professional Purposes deməkdir. Bu, ingilis dil səviyyəsi B2 leveldən aşağı olan tələbələr üçün nəzərdə tutulmuşdu. Qəbul prosesi 2 mərhələdən ibarət idi. İlkin mərhələdə reading və qrammatikadan suallar hazırlanmışdı və o suallara cavab vermək tələb olunurdu. İlkin mərhələni keçən tələbələr isə ikinci mərhələyə dəvət olunurdular. İkinci mərhələdə isə listening və writing bölmələri üzrə tapşırıqlar verilmişdi. Bu, hər iki bölmədən ümumilikdə 60 bal keçən tələbələr birbaşa əsas təhsilə başlayır. 60 bal və ondan aşağı toplayan tələbələr isə YP-də müəyyən qruplar üzrə bölünür. Bu isə onların topladığı ballardan asılı olaraq A, B və C və D qruplarına bölünə bilərlər. Proqrama başlamazdan əvvəl ingilis dili səviyyən necə idi? Hal-hazırda necədir? İngilis dil səviyyəm o qədər də pis deyildi, amma o qədər yaxşı da deyildi. Baxmayaraq ki, dil imtahanda da ingilis dilini 100 yazmışdım. Hətta əksər tələbələr 100 yazsa da fikirləşirəm ki, məktəbdə öyrəndiyimiz ingilis dilindən burada öyrənəcəyimiz ingilis dili tamamilə fərqli dillərdir. Yəni fərqli dil deməyim də fərqli mənbələrdir. Fərqli məlumatlar öyrənirik. Yəni məktəb vaxtı ingilis dilini çox yaxşı əla bilmək o demək deyil ki, gəlib adada da siz ingilis dili proqramı götürmədən əsas təhsilə keçid edə bilərsiniz. Yəni gələndə özümüz də görürük ki, yaxşı ki də bu proqramı götürmüşük və indi hal-hazırda görürəm ki, ingilis dil səviyyəm çox inkişaf edib başladığımdan bəri. Proqram başlamazdan əvvəl ingilis dil səviyyəm imtahanda 100 bal toplamaya baxmayaraq çox zəif idi. Yəni bu açıq-aşkar bəlli idi. A2 level deyərdim və özüm də B qrupunda hazır təhsil alıram və imtahanda ilk mərhələdə mən keçə bilməmişdim və B qrupuna daxil edilmişdim. Hazırda isə B2 level upper intermediate səviyyəsində təhsil alıram və bu səviyyəni tamamlamağa çalışıram. Bir fakt da onu vurğulamaq istəyirəm ki, yəni özümdə hiss etdiyim inkişafla bağlı. Düzdür, məktəb vaxtı da ingilisim yaxşı olmasına baxmayaraq, məktəb vaxtı biz sadəcə ingilis dilinə tərcümə etməyi öyrənirik, qrammatika və yaxud da ki listening. Bir şeyi görürük və bunu ingilis dilinə tərcümə edirik. Amma Azərbaycan dilində fikirləşirik. Amma burada ingilis dilində o qədər praktika eləyirik ki, artıq biz birbaşa ingilis dilində fikirləşməyi, düşünməyi öyrənirik və fikirləşirəm ki, bu ingilis dilində sərbəst danışmaq üçün ən vacib məqamlardan biridir. Düzdür, ilk vaxtlar hiss eləmirik özümüzdə necə bir inkişafın getdiyini, amma zaman keçdikcə artıq insan hiss edir ki, sən gündəlik fəaliyyətlərini belə ingilis dilində fikirləşirsən və bu da ən vacib məqamlardan biridir. Burada oxumaq sənin üçün nə dərəcədə çətin və ya asan oldu? Çətinlik dərəcəsini nəzərə alsaq, məncə bu tələbədən tələbəyə dəyişən bir şeydir. Çünki hər kəsin bazasından da asılı ola bilər bu. Məsələn, elə tələbə var ki, deyir mənim üçün çətindir, amma elə tələbə var, deyir mənim üçün asandır. Bu yenə də insanın özündən asılıdır və nə qədər praktika eləməsindən asılıdır. Amma ortalama əksər tələbələrin fikrini nəzərə alaraq desəm, o qədər də çətin deyil burada təhsil almaq. Yəni gündəlik müəllimlərin verdiyi dərsləri normal qaydada oxusaq, self study-yə müəyyən qədər vaxt ayırsaq, imtahanlardan rahatlıqla keçmək olar və istənilən qiymətləri əldə etmək olar. Bu əslində fərdən fərdə dəyişən bir şeydir. Mənim üçün burada oxumaq çox da çətin deyil açığı. Gündəlik bir qədər oxuduqda, yəni dərsləri keçmək və ya assignmentlərdən yüksək qiymət almaq mümkündür. Dərslər necə təşkil olunur? Həftədə neçə saat dərsin olur? Dərsdə sadəcə sən müəllimin sualına cavab vermirsən, dərs boyu da deyə bilərəm ki, vaxtın necə keçdiyini də hiss eləmirsən. Deməli, dərslər qrupdan asılı olaraq dəyişir. Yəni A qruplarında daha çox dərs olur, B qrupları və C qruplarında nisbətən az, D qrupunda isə daha az olur. Mən hazırda deməli həftədə 4 gün 3 dərsim olur, bir gün isə 2 dərsim olur. Dərslərimiz reading, writing, listening, speaking və languages olmaqla 3 dərsdən ibarətdir. Dərslərin də hər biri 75 dəqiqə olur. Müəllimlər və dərs metodikası haqqında nə düşünürsən? Dərslər interaktiv keçirmi? Deməli, müəllimlər əslində 2 qrupa ayıra bilərik. Yerli Azərbaycanlı müəllimlər və bir də xarici müəllimlərimiz. Dərslərin ümumi təşkili isə bu cür deyə bilərəm ki, group worklər, individual worklər və bir də pair worklər olur. Düzü mənim üçün daha rahat olan individual worklərdir, amma bu yenə də fərddən fərdə asılı olaraq dəyişə bilər. Müəllimlər metodlarından asılı olaraq dərsin necə keçməsi də dəyişir. Hər müəllimin özünə məxsus xüsusi metodları var. Ümumi olaraq desək, qiymətləndirilən tapşırıqların tipi demək olar ki, hər müəllimdə eynidir. Sadəcə bir neçə tapşırıqda fərqlilik ola bilər. Müəllimlər də həm yerli müəllimlərimiz var, həm də xarici müəllimlərimiz var və bunlar da bəzən aksent ilə hiss olunur. Amma demək olar ki, dərs proqramları eynidir. Sadəcə metodlarına görə fərqlənir və hər müəllimin özünün xüsusi tələbləri olur. Məsələn, speakingdən danışsaq, speakingdə müəllimin bu speakingi, yəni
sizin danışıq qabiliyyətinizi yoxlamaq üçün hər müəllimin fərqli metodları ola bilər. Məsələn, elə müəllim var ki, prezentasiyalar tələb edir. Bir müəllim qrup prezentasiyası tələb elədiyi halda digəri fərdi prezentasiya tələb edə bilər. Və yaxud da ki, başqa bir müəllim role play, yəni rol aparılması barədə tapşırıq tələb edə bilər. Hansı ki, bu sizin həm emosiyalarınızı, həm ingilis dilində özünüzü sərbəst ifadə edə bilirsinizmi, bunu müəyyənləşdirə bilər. İnteraktiv olur. Müəllimlərlə necə əlaqə qura bilirik, necə əlaqə saxlayırıq, bu haqqda danışmaq istərdim qısa məlumat olaraq. Müəllimlərlə e-mail və office hours, yəni ofis saatları vasitəsilə əlaqə yaradırıq. Belə ki, nə sualımız olsa və ya da ki, müəllimimizin bizdən nə tələbi olsa, bizə e-mail vasitəsilə bildirirlər və bütün tapşırıqlar, dərslər Blackboard platforması üzrə aparılır. Bütün müəllimlərin materialları orada yerləşdirilir. Yəni dediyim kimi sualları e-maillə Outlook vasitəsilə göndərir və ya da ki, bizim nə bir problemimiz olsa və ya da ki, dərsə gəlməməklə bağlı sualımız olsa, bu tipli sualları e-mail vasitəsilə soruşuruq. Həmçinin ofis saatları var. Bu ofis saatlarda müəllimlərlə tələbələr arasında o fərdi mühiti qorumaq üçün təşkil olunur və tələbələr müəllimə həmin ofis saatlarında yaxınlaşıb suallarını verə bilərlər. Bu dərslə bağlı ola bilər və yaxud da ki, tələbələrin öz çətinlikləri ilə bağlı suallar ola bilər və yaxud da ki, hər hansı bir mövzu barədə tövsiyə almaq üçün ola bilər. Mən adətən müəllimlərin ofis saatlarına müəyyən çətinliklərimlə bağlı yaxınlaşıram. Bu mövzularla bağlı ola bilər. Məsələn, elə suallar olur ki, bu adətən language use dərsində olur, qrammatika dərsində. Çünki qrammatika elə bir dərsdir ki, suallara müxtəlif yanaşmalar olur. Bu yanaşmanı müəyyənləşdirmək üçün mən çox müəllimlərin ofisinə yaxınlaşıram ki, mən buna hansı cəhətdən yanaşım? Çünki imtahanlarda da çox istifadə olunan suallardır və elə bir şərait yaradılıb ki, tələbələr istənilən vaxt, yəni ofis saatlarına uyğun olmaqla müəllimlərlə əlaqə yarada bilərlər. EYP imtahanları necə keçirilir? Əsas qiymətləndirmə nə üzrə qurulur? Onlarımız daha çox istifadə etdiyimiz vəsait əsasında qurulur. Suallar bu kitabdan təşkil olunur. Bundan başqa əlavə olaraq, məsələn, reading bölməsi və ya listening bölməsini bizim qarşımıza nə qoyulacağını bilmirik və bu şəkildə imtahana daxil oluruq. İmtahan əvvəl isə təbii ki, praktika edirik və buna görə də imtahanlar keçmək çox da çətin olmur. Tələbələrin olduğu qruplardan asılıdır. İmtahan olaraq əsas imtahanlar achievement examlar və final examlar var. Amma bunlardan əlavə həftə ərzində müxtəlif qiymətləndirilən tapşırıqlar olur ki, bunlar da imtahanların bir növü kimi sayıla bilər. Çünki imtahanlarla demək olar eyni balı verir. Achievement examlar sessiyanın ortasında olur. Bildiyimiz kimi bir sessiya təxmini 2 ay davam edir. Yəni ortalama desək təxmini 1 ayın sonunda achievement examlar olur, 2 ayın sonunda final examlar olur və 2 ayın sonunda ortalama bütün qiymətləndirilən tapşırıqlardan, imtahanlar da daxil əldə olunan nəticə tələbənin digər sessiyaya keçid balını müəyyənləşdirir. Bunu da qeyd edeyim ki, bir sessiyadan digər sessiyaya keçid balı 72,6 baldır və təxmini 73 olaraq götürülür. Deməli, imtahanlardan da qeyd elədiyim kimi, hər imtahana müəyyən bal verir. Adətən 15-20 bal achievement examlardan, yəni 15%, 20% belə deyə achievement examlar verir. Yenə də fəndən asılı olaraq dəyişir. Bu final examlar isə 20%, 35% bu aralıqda dəyişir. İmtahanlara hazırlıq mərhələsində belə olur ki, əgər gündəlik olaraq verilən dərsləri oxusaz, imtahana az qalmış bir müddətdə yükümlü hiss eləməzsiniz. İmtahana hazırlıq sizə adi bir şey kimi gələr. Tələbələr arasındakı motivasiya və rəqabət necədir? Düzünü desməsinin tələbələr arasında rəqabət üzdə çox da görünmür, amma əslində rəqabət həqiqətən vardır. Məsələn, belə deyə bilərik ki, hər hansı bir tapşırığı yerinə yetirəndə hamı bir-birindən tez sürətlə soruşur ki, sən necə elədin, sən necə aldın? Yəni bunlar rəqabətin göstəriciləri də açığı desəm. Ümumilikdə isə qrup arasında rəqabət bəlkə də çox deyil, amma universitet arasında ümumi baxdıqda rəqabət kifayət qədər vardır. Maraqlı sualdır, motivasiya və rəqabət. Düzünü desəm, rəqabət üzdən görünmür, amma hiss olunur ki, içdən-içə rəqabət gedir tələbələr arasında. Düzdür, bu öz qrup yoldaşlarınızla hiss olunmur dərs içində. Amma bunu ən çox nə vaxt hiss edirəm? Mən imtahanlar ərəfəsində və yaxud da ki, nə vaxt ki, qiymətləndirilən bir tapşırığımız olanda, bunun nəticəsi açıqlananda, hər kəs ki, bir-birinə sual verir, sən neçə aldın, sənin qiymətin necədir? Bu vaxt hiss olunur ki, müəyyən qədər az da olsa rəqabət var, amma fikirləşirəm ki, bu rəqabət yaxşı mənada olur. Yəni kiminsə səndən çox yaxşı, yəni daha üstün bir bal topladığını görəndə insan fikirləşir ki, mən nəyə görə bu balı toplaya bilmirəm ki? Mən də eyni şeyi öyrənirəm, o da eyni şeyi öyrənir. Fərq ya onun məndən çox çalışmağında ola bilər, ya da potensialımız da ola bilər. Yəni rəqabət belə qurulub. Motivasiya da dediyim kimi, motivasiyası məncə o qədər də aşağı olmaz tələbələrin, çünki dərslər maraqlı keçir. Motivasiya nə zaman dəyişə bilər? Onların qiymətlərindən asılı ola bilərək ki, bunda tələbələr özlərindən asılıdır. Nə qədər çalışmaqlarından və o çalışmaq da onları uğur aparır. Ada Foundation-da oxumaq istəyənlərə hansı məsələləri verərdi?
Deməli, əgər ingilis dili səviyyələri B2 levelin aşağıdırsa, mütləq şəkildə oxusunlar deyərdim. Çünki yəni həm ingilis dili səviyyələrini qaldırmaq üçün, həm də geniş bir ətraf qazanmaq üçün çox mükəmməl şansdır bu. Məsələn, mən özüm də universitetə gəlmədən qabaq ətrafım çox geniş deyildi, amma burada məsələn foundation təhsil alaraq çoxlu yeni insanlar tanımışam. Buna görə də bunu çox tövsiyə edərdim. Bundan əlavə olaraq adı foundationda oxumaq istəyənlərə belə bir məsləhət verə bilərəm ki, çalışsınlar, aktiv olsunlar və sadəcə dərslərə fokuslanmasınlar, dərsdən kənar fəaliyyətlərlə də məşğul olsunlar. Məsələn, çoxlu şəkildə universitet daxili və universitet xarici könüllülük proqramları olsun və ya tədbirlər olsun, təlimlər olsun təşkil olunur. Maksimum dərəcədə aktiv olub bu təlim və könüllülük proqramlarında iştirak etsinlər. Foundation oxumaq istəyənlərə məsləhətim bu olardı ki, tələsmək lazım deyil. Yəni bəzi insanlar fikirləşə bilər ki, 1 il artıq bir müddətdir və universiteti gec bitirə bilərlər. Bu da vaxt itkisidir, amma bu belə deyil. Həqiqətən o 1 il necə keçdiyi hiss olunmur. Daha yaxşı inkişaf eləmək istəyirsinizsə, gələnlə, yəni əsas təhsilə daha hazırlıqlı başlamaq istəyirsinizsə, EYP proqramını, yəni Foundation götürməyinizi tövsiyə eləyərdim. Çünki müqayisə eləsək, biri var universitetə gəlirsiniz və heç nədən xəbərsiz, tədris ingilis dilində əsas təhsilə başlayırsınız. Biri də var ki, gəlirsiniz, hər şeyə adaptasiya olursunuz, müəyyən qədər müəllim mühitini, tələbə mühitini tanıyırsınız. Tam hazırlıqlı olandan sonra əsas təhsilə başlayırsınız. Fərq artıq açıq-aşkar görünür ki, hər birində nə qədər uğurlu ola bilərsiniz. Yenə də tələbənin potensialından asılıdır. Amma mən öz təcrübəmə əsaslanaraq deyirəm ki, adanı seçməyə fikriniz varsa, Foundation proqramını götürmək məsləhətlidir. Ümumi olaraq bu proqramın müsbət və mənfi cəhətləri nədir? Əslində bayaq qeyd etdiyim kimi müsbət cəhəti bu ola bilər ki, ingilis dili səviyyəniz yəni kifayət qədər artım hiss edəcəksiniz əgər düzgün şəkildə oxusanız. Bundan əlavə yenə də qeyd etdiyim kimi ətrafı genişləndirmək üçün mükəmməl şansdır. Həmçinin sizin çoxlu dərsiniz olmayacağı üçün kifayət qədər boş vaxtınız da olacaq və boş vaxtınızı müxtəlif hobbilərinizə və ya əlavə məşğuliyyətlərə sərf edə bilərsiniz. Mənfi cəhət üçün bunu qeyd edə bilərəm ki, biz digər tələbələrdən fərqli olaraq 5 il təhsil alırıq. Bu isə bizə bir il vaxt itkisi kimi də sayıla bilər. Bu yenə də hərənin öz düşüncəsi olur. Mənim üçün düzü bu vaxt itkisi deyil, amma çoxları bunu vaxt itkisi olaraq görür. Bundan əlavə olaraq məsələn əgər D qrupuna daxil olsanız, o zaman 6 ay oxuyursunuz. Ondan sonra imtahan verib əsas təhsilə keçib 4 il oxuyursunuz. Bu müsbət cəhətidir məsələn yenə də. Mənfi cəhət olaraq bir şeyi qeyd edə bilərəm ki, ADA Universitetində bildiyiniz kimi təqaüd verilmir. Bu isə digər universitetlərdən onu fərqləndirir. Mən özüm prezident təqaüdü alıram, lakin prezident təqaüddə biz 10 semestr oxuyuruq, lakin 8 semestr üçün nəzərdə tutulub. Məsələn, hazırda bizə təqaüd verilmir və gələn il GPA-imizdən asılı olaraq təqaüdün verilməsi nəzərdə tutulub. Bu da təbii ki, bizim üçün mənfi cəhətdir. Və bir şeyi qeyd edim ki, tələbə xərci biz ödəyirik bundan əlavə olaraq. Təqaüd verilir və biz universitetə pul ödəmək məcburiyyətində bir növ desəm. Tələbə xərci müxtəlif vasitələr üçün nəzərdə tutulubdur. Miqdarı isə 750 manat təşkil edir. Düzü çox böyük bir miqdar deyil, lakin bəlkə də bəziləri üçün mənfi cəhət kimi sayıla bilər. Müsbət və mənfi cəhətləri haqqında danışsaq, əksərən müsbət cəhətləri daha çoxdur, nəinki mənfi cəhətlər. Müsbət cəhətləri artıq məncə uğurladıqlarımızın hər birini müsbət cəhətlərə aid eləyə bilərik. Ən sevdiyim cəhətlərdən biri çox səmimi mühitinin olmasıdır və insan gəldiyi ilk gündən bəri öyrəşir ona. Mən özüm elə fikirləşirdim ki, adaptasiya ola bilmərəm, amma gəldiyim ilk gündən gördüm ki, yəni o deyil. Mənə müəllimlər, tələbələr, hətta tanımadığım tələbələr, qrup yoldaşım olmayan insanların belə münasibəti bir-birinə qarşı elədi ki, insana elə gəlir ki, bu sənin ilk dəfə tanıdığın insanlar deyil, neçə illərdir ki, tanıdığın insanlardır. Adanın ən sevdiyim cəhətlərindən biri budur və tələbələr üçün hər bir şəraitin yaradılmasıdır. Yəni bir tələbə dərsini və yaxud da ki, tutaq ki, arada 1 saat boşluğu varsa, o dərsini istənilən yerdə oxuya bilər və o 1 saat içərisində universitetdə qaydaları pozmamaq şərti ilə istədiyi hər şeyi edə bilər. Yəni qısacası hər bir şərait var. Mənfi cəhətlərindən biri kimi onu qeyd edə bilərdim ki, adada hər hansı bir təqaüd nəzərdə tutulmuyor. Düzdür, prezident təqaüdü var. Mən özüm də prezident təqaüdçüyəm. Amma digər universitetlərdə olduğu kimi, yəni stipendiya deyilir buna. Bunlar nəzərdə tutulmayıb ortalamalara görə zərbəçi, əlaçı. Bu da fikirləşirəm ki, bəzi tələbələr üçün çətinlik yarada bilər, hansı ki, təqaüdə güvənən tələbələr üçün. Videomuzda iştirak etdiyiniz üçün təşəkkür edirəm. Mən sizə təşəkkür edirəm. Ümid edirəm ki, bu videonu izləyən tələbələr buradan kifayət qədər məlumat əldə edər və onlar üçün faydalı olar. Onları ADA Universitetində görməkdən şad olarım. Mən də sizə təşəkkürümü bildirirəm. Mən bu videoya dəvət elədiyiniz üçün. Həqiqətən çox maraqlı videodur və fikirləşirəm ki, çox faydalıdır. Çünki öz təcrübəmə əsaslanaraq deyirəm ki, biz ixtisas seçimi nəticələri açıqlananda biz hər yerdə bununla bağlı video axtarırdıq ki, biz ətraflı məlumatı hardan öyrənə bilərik. Düzdür, bəzi sosial şəbəkələrdən öyrənə bilirdik, bu mümkün idi, amma hər kəs fərqli məlumatlar deyirdi və biz inana bilmirdik ki, hansı düzdür, biz hansına inanmalıyıq. Yəni bütün məlumatları bir videoda cəmləşdirəcək bir video yox idi. Yəni biz qəbul olanda. Amma fikirləşirəm ki, bu video gələcək tələbələr üçün çox faydalı olacaq. Təşəkkürlər.